Gənc Tamaşaçılar Teatrında rejissor, əməkdar artist Nicat Kazımovun 50 illik yubileyi ilə əlaqədar Yaşanan Yarım Əsr adlı filmin nümayişi keçirilib. Təqdimat mərasimində Nicat Kazımovun dostları, sənət yoldaşları, ailə üzvləri və məşhur simalar iştirak edib. Ekran işinin nümayişindən əvvəl tədbiri giriş sözü ilə açan Nicat Kazımov filmin mövzusu haqqında təəssüratlarını bölüşərək əziyyəti olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edək ki, filmin rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, prodüser, əməkdar artist İlham Əsədovdur. Əslində mənim üçün sürpriz oldu. Yubileyim mənim keçib, əslində 50 yaşım keçən il olur və müəyyən səbəblərə görə onu eləyə bilmədik yubileyi və sonra keçən ilin sonlarında mənə dedilər ki, sizin haqqınızda film eləmək istəyirik. Sənədli film yaradıcılıq məhsul olunan. Mənim üçün çox xoş oldu. Təşəkkür edirəm. İndi görək tamaşaçılar nə qiymət verəcəklər. Mənim xoşuma gəlib. Bilmirəm tamaşaçılar nə deyəcək. Bu mənim ilk tam metrajlı filmimdir. Bundan qabaq mən qısa metraj çəkmişəm. Tam metraj olaraq ilk filmimdir. Filmin xronometrajı 1 saat 31 dəqiqədir. Filmin mövzusu bioqrafiyadır, kütləvi nəqildir, müsahibə janrında, hibrid janrındadır. Nicat müəllim bildiyiniz kimi həm aktyordur, həm rejissordur, həm aparıcı olub vaxtı ilə zamanında. Burada Nicat müəllim dahil olmaqla 19 müsahib var. Nicat müəllim haqqında, Nicat müəllimin yaradıcılığı haqqında çəkildiyi filmlərdən, teletamaşalardan, oynadığı tamaşalardan, quruluş verdiyi tamaşalardan, konsertlərə kimi hər biri bu filmdə cəmlənib. Filmdə əməkdar artist Nicat Kazımovun həyat və yaradıcılığı ilə yanaşı, onun peşəsinə olan sevgisi, məsuliyyət əks olunub. Ekran işi tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılanıb. Çərkəz Quliyev, Emin Əhmədzadə, Səhər Çağı. Bəli, əziz tamaşa. Buyurun Ayla. Eşidək, buyur. Əslində elə xəbərimiz var rubrikasında. Nicat Kazımovun 50 illik yubileyi ilə bağlı süjet gözəl hazırlandı. Bəzi elə nüanslara toxunuldu, amma Nicat Kazımov həm də bizim Səhər Çağının ən yaxın dostlarından biridir. Dəfələrlə bizim proqramımızda olub və fəaliyyətindəki olan bir çox uğurlu nəticələri, həyata keçirdiyi iş və fəaliyyəti ilə hər zaman tanış olmuşuq. Ürəkdən təbrik edirik Nicatı. Nicatın fəaliyyəti ilə mən çox yaxından tanışan bir tamaşaçı kimi. Onun quruluş verdiyi tamaşalarda olmuşam. Amma son illər, biraz əvvəl sən təqdimat edərkən toxundun, bizim qalibiyyətimizdən sonra Şuşamızda, Doğma Qarabağımızda keçirilən tədbirlər, istər ədəbi tədbirlər olsun, istər musiqili tədbirlər olsun, Nicatın quruluşunda sözün əsl mənasında Azərbaycan musiqisinin, Azərbaycan incəsənətin adına layiq tədbirlərdir. Mən buna görə Nicata məxsusi təşəkkürlərimi bildirirəm və bu yaş münasibəti ilə onu təbrik edirəm. İnşallah neçə gözəl yaşlara, yeni yaşda yeni uğurlar əldə eləsin. İnşallah deyirəm.